Salam uşaqlar, bugün testlərə davam edək və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Так, тест 61-ci тестімizdir. Birinci sual belədir. В каком слове две согласные буквы? Hansı sözdə iki samit hərf var? Koni sözündə baxaq. K və N. Burada Golub sözündə 3 və most sözündə 3 samit hərfimiz var. Bizə də 2 deyir. 2 olanı seçməliyik biz. Deməli, конь. Слово, которое отличается одним звуком от слова врач. Bir səslə fərqlənən sözü seçməliyik. Печь, грач, спрячь. Əlbəttə ki, birindən olan грач. Görürsünüzmü? Burada V, burada G. Врач, грач. Так, вставь в окошке пропущенные буквы. Так, burada hansı hərf olmalıdır? Əlbəttə ki, burada стол, burada da lampa. Сколько звуков в слове мальчик? Мальчик sözündə neçə səs var? Həmişə diqqətlə şərh oxuyaq uşaqlar. Так, мальчик sözündə bizdə deməli 7, düzdürmü? Так, правильно. И мягкий знак здесь. Deməli, düşür. Deməli, bizdə 6 olur. Так, 6 звуков. В каком слове звук U слышится во втором слоге? U deyir ki, səsi ikinci hecada hansı sözdə eşidilir? Əlbəttə ki, baxırıq. Пуговица. Burada U birinci hecadadır. Бабушка. Əlbəttə ki, ba, bu ucu burada ikinci hecadır. Deməli, bu şəkildə. Amma burada üçüncü hecadadır, eşidilir. В каком слове звуков больше, чем букв? Звуков, səs çox olan hərfə baxanda. Krokodil sözündə gəlin baxaq. Так. 2, 3, 4, 5, 6, 7, 8. 8, 8. Веселая. Так, burada 7 və axırda ya, çünki saytın yanındadır deyə 2 səs verir. Burada 8 və açki 4 və 4. Burada eyni hərf, eyni səsdir. Звуков больше olan веселая. Найди место для каждой буквы. Hər deməli boş olan xanaya biz düzgün şəkildə hərfləri yerləşdirməliyik. Burada 4 hərf var. Məsələn, birinci olar roşşada. Roşşa. Sonra Ç, печка, Ш, мышка и Ж, лужа. Дальше. Найди, подчеркни слова, у которых согласные на конце произносятся мягко. Deyir ki, hansı sözlərdə samit sonunda incə tələffüz olunur. Dal. Dal biri var. Məsələn, biz məhki znak deməyək də. Məsələn, tom. Görürsünüzmü? Amma burada biz deyirik ki, dal. Məhki znak nə edir? Əlbəttə ki, incəldir. Deməli, bunu götürürük. Так, дальше. Tom. Yox. Saray. И краткая. Uşaqlar, и краткая da biz bilirik ki, həmişə incədir. Düzdürmü? И краткая həmişə incədir. Ona görə də biz saray sözündə götürürük. Stal. Stal. Görürsünüzmü? Məhki znak incəldir. Lak. Burada qalın. Vstань. N bizdə incəldir. Правильно? Sirop. Qalın. Lay. Görürsünüzmü? İncə. Lay. Так. Зачеркни буквы, которые нельзя писать в этих словах. İndi hansı hərfləri deyir ki, yazmaq olmaz bu sözdə. Biz korova deyirik, amma korova deyə yazırıq. Учитель ilə yazırıq biz. Правильно? Учитель. Rебята. Rебята deyə yazmırıq. Burada lüğət sözləridir deyə. Sabaka deyirik, amma sobaka yazırıq. Karandaş.
Karandaş. Bax, hocam. Korondoş deyə yazmırıq. Karandaş. Bax, bu şəkildə olur. Сколько слов в предложении? Сосчитай. Deyir ki, neçə söz var bu cümlədə? Əlbəttə ki, 1, 2 və 3. Все. Sağ olun. Görüşərik.